Atam ilə mənim çəkidim. Okul işlərimi bitirmişdim. Amma qələm boyağımı yerdə qoymuşdum. Oynamağa başım qarışmışdı. Bilmədim, ayağım boyağa toxundu. Boyaq calanıb xalçanı batırdı. Çox kövrəldi. Açıq boyalı, naxırsız xalçamız qaralandı. Atamın sinirləri pozuldu. Bayıra çıxdı. Ağlamağım gəlirdi. Qaralanmış yerə zillənib nə edəcəyimi bilmirdim. Bir az düşündüm. Gördüm, calanmış boyağı bir aslana oxşada bilərəm. Təhməyə başladım. Atam getmişdi ağac gətirə və məni döyə. Qayıtdıqda gözü kəhdiyim aslana düşdü. Mənim çəkidimi çox sevdi və məni döymədi. Bir neçə ayrı aslan da kəhdim. Xalçanı aslan çəkidi ilə doldurdum. Atam da boyağın qalanı ilə xalçanın arasında böyük bir ilan çəkdi. Bunu da deyim ki, onun çəkdiyi böyük ilan elə də oxşamırdı. Nə qanadı var idi, nə əl-ayağı. Ağzından od da püskürmürdü. Bunlara baxmayaraq xalçamız çox qəşəng olmuşdu. Ona baxanda ürəyimiz açılır.